Yol hərəkəti qaydalarının pozulmasının avtomatik qeydə alınması üçün qurğu 224 rəng palitrasından istifadə etməklə 1280 vurulsun 1024 piksel ölçülü rəngli fotoşəkillər çəkir. Şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır və sonra 5 vurulsun 222 bit bölünsün saniyə sürəti ilə verilənlərin emalı mərkəzinə ötürülür. Bir paketin ötürülməsi üçün ən çoxu 256 saniyə tələb olunarsa, bir paketdəki şəkillərin mümkün maksimal sayını tapın. Deməli, burada necə edirik? Əvvəlcə bir şəklin həcmini tapırıq. Bir şəklin həcmi nədən ibarətdir? Bir şəklin həcmi bizdə piksellərin sayını bir pikselin həcminə vuraraq tapa bilərik. Bir pikselin həcminə vuraraq bir şəklin həcmini tapa bilərik. Piksellərin sayı bizə bərabərdir. 1280 vurulsun 1024. Bir pikselin həcmi də Hartree düsturuna baxarsaq 224 rəng varsa deməli 24 bit bizim bir pikselin həcmi olur. Gəlin bunu hesablayaq. 1280-i belə yazaq. 5 vurulsun 2 üstü 8. 1024'ü 2 üstü 10 kimi yazaq. 24'ü də yazaq. 2 üstü 3 vur 3. Buradan alınan nəticə 15 vurulsun 2 üstü 21 edir ki, bu bizə nədir? Bir şəklin həcmidir. Gəlin bunu yuxarıdan yazaq. Bir şəklin həcmi bizə nəyə bərabər oldu? Bir şəklin həcmi bizdə 15 vurulsun 2 üstü 21 bitə bərabər oldu. Daha sonra nə edirəm? Bir paketin həcmini tapıram. Bir paketin həcminin. Onu necə tapıram? Paketi ötürmək üçün zamanım nə qədər idi? 256 saniyə idi. Sürətim nə qədərdir? 5 vurulsun 2 üstü 22 bitdir. Bit böl saniyədir. Nə edirəm həcmi tapmaq üçün? Bunları birinə vuraram. Deməli 5 vur 2 üstü 22 vurulsun 256. Yəni ki 2 üstü 8 bərabər neçəyə? 5 vurulsun 2 üstü 30 bitə. Gəlin bunu da yazaq. Bir paketin həcmi nə qədər oldu deməli? 5 vurulsun 2 üstü 30. Bir paketin həcmi bizə bərabər oldu. 5 vurulsun 2 üstü 30 bitə. Deməli, tapdığım formada. Bir paketdə nədir? Çoxlu sayda şəkil var. Ona görə mən bir paketin yerinə belə bir şey yaza bilərəm də onda. Bir şəklin həcmini yazmışam. Paketin də yazıram. X sayda şəklin həcmi. X şəklin həcmi. Buradan X-i mən necə taparam? Yəni şəkillərin sayını necə taparam? Şəkillərin sayını tapmaq üçün ümumi paket həcmini, yəni ki 5 vurulsun 2 üstü 30'u 15 vurulsun 2 üstü 21'e bölərəm. Və nəticədə taparam ki, yəni ixtisarlardan 2 üstü 9 yuxarıda alınar, 2 üstü 9. Aşağıda ise 3 alınar. Bu da eder 512 bölünsün 3. Və mən bunu hesabladıqda neçə alıram? Deməli 512'ni bölək 3'ə. Bu bölməni aparsaq bizdə alınacaq yuvarlaq olaraq 512'ni gəlin çubuqlu bölməkdən gedək. Çubuqlu bölməyə əsasən bundan baxaq. 5'in içində 3 bir dəfə, çıxdıq 3'ü 2, 21'i gətirdik 3 7 dəfə. Deməli çıxdıq 21'i 0, 2'ni gətiririk. 2'nin də içində 3 olmadığına görə elə nə götürürəm bunu? Yəni 0 dəfə götürürəm və qalıq kimi 2'ni saxlayıram. Deməli burada da baxıram. Deməli yuvarlaq olaraq götürdük. 512'ni 3'ə böldükdə cavab olaraq nə aldıq? 170 aldıq. Və cavabımız da elə 170 ədədidir ki, bir paketin daxilində maksimum sayda 170 ədəd şəkil ola bilər.